Mən düşünmürəm ki, sülh belə yaxın müddətdə nail olunacaq bir perspektivdədir. Çünki ən azından biz bilirdik ki, üfüqdə belə yaxın günlərdə bir sülh görünmürdü. Bəli, Tramp çox çalışdı, Tramp komandası çox çalışdı və orada ortaq şərtlərlə hansısa bir razılığa gəlmək bəlkə də mümkün ola bilərdi. Amma tərəflər ortaq şərtlərlə bağlı baxışları tamamilə fərqlidir. Yəni biz Rusiyanın ortaya qoyduğu və ABŞ-ın Rusiya tərəfindən təklif edilən şərtlər arasında ortaya qoyduğu sazişlə Zelenskinin onun üzərində güya ki, düzəlişlər edib, əslində yeni bir saziş hazırlayıb, qoyduğu saziş arasında tamamilə əks qütbəyə xidmət edən maddələrin olduğunu görürük. Belə olan halda tərəflərin mövqeləri necə yaxınlaşa bilər? Digər tərəfdən biz görürük ki, hal-hazırda Ukraynanı ən çox müdafiə edən ölkələr, Britaniya, Almaniya, Fransa və s. Bunlar hal-hazırda sülh istiqamətində biz real addım atdıqlarını görmürük. Məsələn, Avropa İttifaqı artıq birisi Ukraynada canlı qüvvə qıtlığı var, yəni demək ki, döyüşməyə əsgər yoxdur. Məsələn, Avropa İttifaqının köçən yaşı döyüşməyə imkan verən şəxslərin Ukrayna məcburi ekstradisiyası məsələsini gündəmə keçirir. Ukrayna yeni silahlar ayrılması məsələsini gündəmdə saxlayır. Deyək ki, Almaniya hal-hazırda əhalinin sosial ehtiyaclarını, sosial müavinətlərini azaldır və kəsir, orada problem üzləşir. Amma Ukraynaya ayırdığı maliyyə yardımını kəsmir və həmin istiqamda yönəldir. Amma bu son dönəmlərdə yardımlarda bir qədər azalmaq deməkdir. Zelenskinin istədiyi yardımlar təqdim edilmir. Siz özünüz də vurguladınız, bir qədər yardımların artmasına hesablanaraq miqyası daha geniş təqdim edə bilər və yaxud da ki, ölənlərin sayında müəyyən şişirtmələr edə bilər. Patriotlarla bağlı raketlər istəyir. Finlandiya biz qeyd etdik ki, onlar imtina elədilər. Onlar da əlbəttə ki, Rusiya ilə sərhəd ərazidə olduqlarını əsas gətirdilər. Maraqlarımıza ziddi deyirlər. Digər Avropa ölkələri hazırki çətin vəziyyətdə nəyə görə Ukraynaya dəstək göstərmirlər? Çünki son dönəmlərdə Rusiyanın hava hücumları həqiqətən çox intensivləşir və hər gündə biz heç bir raketi tutmadıq açıqlamalarını eşidirik Ukrayna rəsmilərindən. Biz ilk öncə burada fərqli nüanslar var. Bir məsələ ondan ibarətdir ki, sırf orada 3-5 patriotun olub-olması nəyisə dəyişmir. Yəni, onsuz da Rusiya uzun müddətdir Ukraynanın hava müdafiə sistemi gücləndikdən sonra Ukrayna ərazisində birbaşa uçuşlar həyata keçirmir. Rusiya öz ərazisindən maksimum o qırıcılarla zərbələr indir və ya raketlərlə zərbələr indir. Yəni, faktiki olaraq ki, Ukrayna artıq bir neçə Rusiya təyyarəsi üçün təhlükə yaratdıqdan sonra Ukrayna hava sahəsinə daxil olmurlar. Yəni, belə olan halda bu patriotlar, onsuz da biz patriotların bu raket və dronlardan müdafiədə nə qədər etibarlı olduğunda yaxın şərq müharibəsində gördük. Yəni, faktiki olaraq o qədər raket və o qədər patriot Ukraynada yoxdur ki, o Rusiyanın dronlarını və raketlərini tuta bilsin. Ona görə düşünürəm ki, burada nə qədər effektiv olacaq məsələsi var. İkinci məsələ, ABŞ-ın o patriotlara icazə verilməsi və onların deyək çox şəkildə gəlməsi bu Rusiya ilə birbaşa qarşı mövqe tutması demək olardı ki, ABŞ hal-hazırda özünü daha çox neytral göstərməyə çalışır. Sanki bu müharibə Avropa ilə Rusiyanın müharibəsidir. ABŞ burada moderator kimi görməyə çalışır. Amma ABC oraya həddindən artıq patriotların gətirilməsinə razılıq versə, bu sonunda ABŞ müharibənin açıq tərəf edir. İndi kim gizli tərəf eləmir. Üçüncü məsələ ondan ibarətdir ki, burada aydın məsələ ki, artıq Avropada da bir müharibədən doyma bezmə var. Əslində biz müharibəyə baxdıqda görürük ki, Ukrayna müharibəsi bitib, yəni müharibənin ruhu bitib. Faktiki olaraq sanki qarşıya qoyulan o oyunu davam elətdirmək ehtiyacı hiss edir. Necə ki, Birinci Dünya müharibəsində və vətəndaş müharibəsində artıq cəbhədə qardaşlaşma başlayırdı. Artıq əsgərlər döyüşmək istəmirdilər. Biz eyni məsələni görürük. Ukrayna müharibəsi əslində bitib, sadəcə olaraq cəsarətli, deyək ki, real liderlərin bizə Avropada olmadığını görürük ki, açıq şəkildə bunu etiraf eləsinlər və bununla bağlı oturub bir masada yekun bir razılığa gəlsinlər. Məsələnin bir tərəfi budur. Başqa tərəf ondan ibarətdir ki, biz burada Ukrayna tərəfindən olan manipulyasiyalar da görürük. İstər deyək ki, enerji resursları ilə bağlı olsun, istər silahlarla bağlı olsun, istər maliyyə vəsaitlərlə bağlı olsun. Aydın məsələ ki, Ukraynada da vaxtilə müharibədə gələn 100 milyarlarla dollar xatırası vəsait parçalanmışdı, ayrılmışdı və daha sonra vəsaitlərin taleyi hələ də bugünə qədər bəlli deyil. İndi Tramp onların əvəzinə Ukraynanın yeraltı deyək ki, resurslarına nəzarət ələ keçirdi. Avropa İttifaqı düşünür ki, nə vaxtsa Rusiyadan dondurulmuş pullardan onların əvəzi götürəcək. Amma faktik gedilən vəsait nə qədər təyinat üzrə xərclənib, nə qədər orada dağıdılıb, artıq onunla bağlı həddindən çox ortada olan faktlar var. Biz ən azından Zelenskinin yaxın ətrafının ya həbs olunduğunu, ya da həbs qorxusu ilə qaçdığını gördük dəfələrlə və burada Avropa aydın məsələ ki, xüsusilə əhalinin əhval-ruhiyyəsini nəzərə alsaq, artıq sıravi Avropalı öz deyək ki, müavinətlərinin kəsilib Ukrayna yönəlməsini istəmir. Eyni şəkildə deyək ki, öz ərazisində istifadə oluna biləcək resursların
investisiyaların, infrastruktura xərclənə bilən deyək ki, maliyyə vəsaitlərin Ukraynaya getməsini istəmir. Və nəzərə alsaq ki, Avropada seçki institutları üzərində formalaşmış siyasi sistem var. Bu orada çox böyük problemlər yaradır. Biz Almaniyada sağ qüvvələrin, Ukrayna əleyhtar qüvvələrin yüksəldiyini görürük. Məsələn, AFD yüksəlir Almaniyada. Polşada Ukrayna yardım göndərmənin əksinə olan, hətta Rusiyaya qarşı millətçi tutumu da olsa, Ukrayna yardımlarının kəsilməsində qüvvələrin hakimiyyətə gəlməsindən şahid oluruq. Bolqarıstanda Rumuniyada dəyişir, gəh müəyyən qədər deyək ki, Ukrayna tərəfdarı, gəh Ukrayna əleyhtar qüvvələr hakimiyyət dəyişirlər. Avropa daxilində ümumi siyasi, ictimai düşüncə də artıq Ukrayna üçün pul xərcləmək istəmirlər və belə bir dövrdə Avropa hökumətləri artıq əlavə 10 milyarlarla və 100 milyarlarla vəsaiti sırf orada Ukraynada 3-5 nəfər həm də bundan istifadə edib varlanacaq deyə, düzdür, aydın məsələn bir səsəmdə müharibə gedir, ayırmaq istəmir. Məsələn, bu tərəfdə var. Ona görə düşünürəm ki, artıq müharibədə faktiki olaraq Avropa dövlətləri də bu müharibədən müəyyən qədər bezmiş şəkildə görünürlər. Düzdür, Britaniya müharibənin davam etdirilməsini istəyir açıq şəkildə. Almaniyanın indiki hökuməti, Mersi hökuməti bunu davam etdirmək istəyir. Halbuki Alman dövlətinin dərinliyində də müharibə əleyhdarı olan, Rusiya ilə yaxınlaşma tərəfdarı olan qüvvələr var. Biz bunu daha çox Merkel, Schröder və s. onların aid olduğu dəstədə görə bilirik. Yenə də bu qüvvələr Almaniyada var. Fransada artıq Fransa bu işdən qazancılı çıxırmı, çıxmırmı? Yəqin ki, bu sualları soruşan qüvvələr də var. Fransa ilk başda müharibənin əleyhdarı idi. Ukraynaya təslim olmaq çağırış edirdi Zelenskiyə. Daha sonra baxdı ki, müharibə böyüyür və Rusiya çətin vəziyyətə qala bilər. Resursdan pay götürmək, tortdan pay götürmək üçün ən şahin qanadı təmsillədir. Makron hətta ABŞ 150 kilometr raketlər vermək, 300 kilometr raketlər təklif edirdi. Polşaya nüvə qüvvələri yerləşdirmək və s. istəyirdi. Ancaq indi gördü ki, o qədər də rahat olmayacaq bu münaqişəni yekunlaşdırmaq. Artıq Fransada resurslarını daha səmərəli xərcləmək istəyir. Çünki Fransa bütün resurslarını Avropaya ayırdığı üçün Afrikada çox ciddi itkilərlə üzləşir. Afrikada çox ciddi qüvvələr itirib, çox ciddi valyuta itirib. Paralel olaraq İtaliya ilə Fransa arasında çox ciddi çəkişmə görür Avropa İttifaqı daxilində. İtaliya Fransanın Afrika siyasətindən, xüsusilə Liviya siyasətindən və digər Afrika ölkələrindəki proseslə müdaxiləsindən narazıdır. İtaliyada Şimal Alyansı, onlar Ukrayna müharibəsinin əleyhdarıdır və faktiki olaraq onlar da AFD kimi və Fransada Le Pen qüvvələri kimi deyək ki, ona uyğun bir siyasi xətt yeridirlər. Paralel olaraq biz Britaniyada görürük ki, ən azından bir siyasi sabitlik yoxdur. Yəni faktiki olaraq biz artıq Britaniya baş nazirləri 2 aydan bir dəyişir. Yəni belə bir siyasi mühitdə də Rusiyanın elə çalışdığı ki, bir Avropa ilə ABŞ arasını açsın, ABŞ arasında problem yaratsın, artıq buna nail oldu müəyyən qədər. Trumpla deyək ki, fikirlər üstə düşmür və Avropa dövlətləri daxilində ölkələr arasında problem yaratsın. Almaniya, Fransa, İtaliya və s. Və üçüncü məqamda da ölkə daxili siyasi qüvvələr arasında, məsələn, AFD ilə hakimiyyət arasında, Britaniyadakı radikal sağ qüvvələrlə hakimiyyət arasında, Fransada Le Pen ilə hakimiyyət arasında və s. və faktiki olaraq rəqib cəbhəni parçalayıb burada deyək ki, onları düşdüyü xaosdan istifadə eləməyə çalışır.